Və üçüncü səbəb də gətirir ki, Allah Azza və Cəlləni tanımaqdır. Bəzən insanlara deyəndə ki, filankəs Allahı tanımır, acıqlarına gəlir. Deyir ki, necə adam Allahı tanımır. Həqiqətən də insan Allah Subhanahu tanımadığına görə asi olur ona. İnsan nə qədər Rəbbini haqqı ilə tanıyarsa, o qədər də Allah Azza və Cəlləyə olan itaəti və xuşusu daha çox olur. Yəni ona görə də mütləq olaraq Rəbbi tanımaq lazımdır. Çünki baxırsan bütün qəlb əməllərinin sonunda nəyə gətirirlər? Qəlb əməllərinin artması üçün, səlim qəlbin salamatlığı üçün yəni insanın Rəbbini tanımasıdır. Və yəni Rəbbi tanımaq nə ilə olur? Onun adlarını və sifətlərini tədəbbür etməklə və həmçində kəuni və şərii ayələrini tədəbbür etməklə. Çünki Allah Subhanahu Fatır surəsi 28-ci ayədə deyir ki: "İnnəmə yaxşallaha min ibadihil uləmau." Deyir, Allahdan yalnız alim qullar, yəni qulların içərisindən alimlər qorxar. Alimlər, yəni bilənlər, Rəbbini tanıyanlar, yəni həqiqətən də alimlər, peyğəmbərlər, siddiqlər, yəni bunlar nədir? Allahı ən çox tanıyanlardır. İbn Qeym rahimehullah deyir ki, insan Rəbbinin Allah Azza və Cəllənin haqqı ilə tanıyarsa, ona deyir nə üz verər? Allah Subhanahu qarşısında təvazökarlıq və Rəbbindən qorxu əmələ gələr.